Biz hər xalat geyinənə həkim deyirik, təəssüf ki, və hər forması olana da məşqçi deyirik. Belə bir problem var. Çünki həmin xalat geyən insan, mənim də bugünkü gündə nə qədər həkim dostum var, bizim zalda məşq edirlər. Biz davamlı kontaktdayıq, elə olur. Mən onlardan bəlli məsləhətlər alıram öz sahələri üzrə. Elə olur, onlar məndən məsləhət alırlar mənim sahəm üzrə. Yəni bunlar çünki fərqli sahələrdir və fərqli sahədəki fərqli mütəxəssislər bunu anlaya bilir. Amma təəssüf ki, bir savadsız həkim və yaxud özünə həkim deyən şəxs çıxıb bugünkü gün fitness haqqında bilmədiyi və özünün sahəsinə xas olmayan məlumatları paylaşmağa çalışır və bir növ diqqət çəkməyə çalışır. Bunu bir növ mən həkimlərin ixtisasları arasındakı fərqlə də müqayisə eləyə bilərəm ki, misal üçün diş həkimi ürək-damar xəstəliklərindən söhbət edir. Yəni onların elə bir haqqı yoxdursa, sizin hansısa cərrahın qalxıb qidalanma haqqında və yaxud da qida əlavələri haqqında danışmağı absurddur. Çünki həmin insanın peşəsi deyil, qida əlavələri haqqında məlumatı yoxdur. Həmin qidaların tərkibi haqqında məlumatı yoxdur, necə əldə edildiyi haqqda məlumatı yoxdur, amma rahatlıqla çıxıb fikir bildirə bilir